Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbənin 238-ci bölümün başlayırıq. 400-dən çox buracan türkcə əski neçə yüz il bundan öncə yazılmış kitablarla müxtəlif cürbəcür sahələrdə, qonularda tanış olmuşuq və türklərin yaratdığı iki dənə ana uyğarlıq, dil uyğarlığı, yəni türk dili və yazı uyğarlığı, yəni o şey ki biz ona türkcə, ərəbcə əlifba deyirik, ondan yazılan və ondan qeyrilərlə yazılan bu uyğarlıqlardan, özəlliklə biz türkcə, ərəbcəni oxumuşuq, onun üçün onları deyirəm. O uyğarlıqlardan 400-dən çox kitaba tanış olmuşuq. İndi bu günləri görək ki, hangi kitab şansımıza gəlir, Allahın lütfü və şamil ola və biz bu kitabı da eləyə bilək, oxuyaq. Dünənləri iki kitab açmışdıq. Əgər xatir şərifinizdə olsa, birincisi İran Məclis Şura, İslami Şura Məclisinin kitabxanasından açmışdıq ki, çox pis vəziyyətdə ondan əks salmışdılar və çox möhür vurmuşdular və o belə məclisin qapısını fikirləyirəm, əksin arxasına salmışdılar. O cürə ki, adam deyir və kitabı sansur eləyiblər başdan başa, tazaşdan siliblər, çoxlu yerləri yazıblar. İkinci kitab isə İmam Cəfər Sadiq adını deyildi ki, onu da çalışdıq oxuyaq, baş tapmadıq. O çox təxəssüsü və bizim savadımız çatmayan bir, təcrübəmiz olmayan bir konu idi. Üçüncü kitabı dünən açdıq, amma oxumadıq, qərar oldu bu gün baxaq. Osmanlının xülasə, Ali Osmanın xülasə tarixi. Burada kitabın əvvəl bir özünə baxaq. Yazıb 189 səhifədir PDF-də. Amma kitabda görürük ki, bu iki görünür və İran məclisində saxlanır. Yenə bu kitab. Kitabın enin görürük. Burada eni, iki səhifənin eni 25 santimetrdir. Yəni, hər səhifənin eni 12 santimetr yarımdır. Gedək görək ki, boyun necə görsədir. Boyu da 20 santimetrdir səhifənin. Xülasə-i Tarix Ali Osman Farsi yazıbdır. Görək ki, əgər Farsi olsa oxumayacaq əlbəttə ki. Genə elə bu səhifədə də, cildidən sonraki səhifədə görürük ki, belə bir şey yazılıbdır. Amma bu nədir? Burada yazılıbdır. Bir də mühasibələrdən sonra bir ərəbcə yazıb ki, İstəshəbə ya istəsbəhə əl-fəqir ilə inayəti Rabbihil qədir Əs-Seyyid Məhəmməd Dərviş Əş-Şəhir be Tüfəngçi, Tüfəngi Başizadə. Kitabın sahibi İstəsbəhə, yəni kitab gəldi əlimə düşdü, yəni mənə sahib oldum. Əl-Fəqir ilə inayət Rəbbihil Qədir Seyyid Məhəmməd Dərviş Əş-Şəhir be Tüfəngçi Başizadə Əkrəməhuməllah bil-husna və ziyadə əmir. Xülasə-i Tarix Ali Osman, burada Məhəmməd Kəmibəray Süleymani nevişdi. İndi bu kimdir? Burada da kitabxananın möhrüdür. Kitabın bir içinə baxaq, kağızına baxaq, şöyle kağızı nə modeldədir, yəni nə cür saxlanılıbdır. Və bu kitabın 190 səhifə tutsaq, onlar 400-dən 20 səhifə az, yəni 380 səhifəlik bir kitabla PDF-də yox, kitabın özü ilə qarşı-qarşıya oluruq. Gördüyünüz kimi kitab çox işlənibdir qıraqları. Burada bir qıssa, bir möhür var. Burada bir möhür görürük, kiçik bir möhür var. Burada bu səhifədə də bir ortasında məclisi Sina ehtimalən möhürü var. Kitab çox işlənibdir, yazıların üstünü qərələyiblər, ortası cırılmağa başlayıbdır, qıraqları su çəkibdir, şeh çəkibdir, çay tökülübdür. İçində görürük ki,
Bismillahsız başlayıbdı. Bismillahın yeri boş qalıbdı. Qəracımışçı yazalar sonra əvvəli şeirləndir ya hər nə iləndir başlayıbdı və bunların çərçivə içində yazıbdı. Şeirlər çərçivə içində yazılır. Qırmızı çərçivə hər səhifədə ortasında. Hər səhifəndə 3 tərəfin boş qoyublar ki, insanlar yaza bilsinlər. Əsl kitab demək olur ki, bu birisi səhifədən başlanır və kitabı da görürük. Çox gözəl bir xətlə yazılıbdır. Mən çox bunu oxuya bilərəm və əlbəttə ki, yazılmışdır farsi, amma mən burada çox mətləbləri türkü görürəm. Bunun harası farscadır, onu mən bilmədim. Baxaram əlbəttə, bəlkə farsısı da var. Həzrət-i Şeybidən filandan, yəni Osmandan başlayıbdır. Osman tarixi də, amma gedib də peyğəmbərlərdən yaza Bərvəc-i İcmal Təvarix Ənbiya əleyhissalam gəlir burada illəri, hangi ildə şey olubdur. Çox gözəl tarixlər qırmızı qələmlə həm adları yazıbdır, həm də tarixləri qoyubdur. İndi ölmək tarixləridir, ya dünyaya gəlmək tarixləridir. Çox bir gözəl bir vəziyyətdədir. Məclis-i Sinanın yenə möhrün gördük. Burada yetişir Mənaqib-i Salatin Ali Sulman və Qəzəvat-i Xeyrat İşan. Buradan da bura səhifə deyək ki, məsələn 116-cı ya 115-14-cü səhifə zad olar. Oradan başlayıbdır. Kitabını görürük. Hər yeri su çəkib. Təqribən ortaları, o şey ki, Şirazə deyirik, ya qıraqları su çəkibdir, görsənir və çox gözəl bir kitabdır. Tamam tarixlər, filanlar. Bunların əlbəttə ki, bir çoxuna baxarıq, görürük ki, nədir. Səhifələri, indi mən burada səhifəlirəm, amma məncə elə bu qədər yetər. Biraz sürətlə gedək, məsələn, bir 50 səhifədən sonra bu 131-ə, 31-dən bir 10 danasına baxaq. Biraz xəttlər burada kiçikləşdi, zərifləşdi, yəni öncədəkindən zərifdir burada. Bu kitabda hara ilə savaşıblar, o cür ki görürəm, ona görə deyirəm. Hara ilə savaşıblar, haranı alıblar, onların da belə tarixlərin yazıbdır. Yenə gəldik biraz qabaqlıqdan, bir neçə səhifədən sonra bunları başladıq, görək və kitabın sonuna gəldik. Burada bir 617 cəndə Məclis Sinanın altına vurulubdur və nəzərə gəlir kitab burada qutarır. Bəli, qutardı. Son 81-2 nəs. Bu nədir? Burada yazıblar İran şeyləri, kitabçıları. Tamam. İndi bir də qeydaq əvvəldən başlayaq, görək ki, bu kitab nədir? Nəyin nəsidir? Burada bir səneyi, əvvəldə kitabın burada yap əvvəlində bir tarix yazıblar. Ehtimalən bunu kitabı alan adam yazıbdı, ya hər şəxs ki varmış, o yazıbdı. Səneyi 985 miladi Mah-i Şəbanın yevmi 26-sı Məşriqdən bir biristanə qərib. Məşriqdən biristanə qərib Sultan Muradun Vəzir-i Əzəm Məhəmməd Paşa qətl və sərqət nəmənə cədid. Yəni, zahirən bu kitab o zaman yazılmış olacaqdır, amma indi bunu görə ki, bu 985-də yazılıbdır, yəni hududən 500 il bundan öncə, üst-üstə 500 il bundan öncə yazılıbdır ya yox, əlbəttə bunu da şey eləmək olar, bu tarixi burada çox rahatca mühasibə eləmək. İndi 1447-dir, ondan çıxsaq 985-in
qalanı olar 462 il öncə bu kitabın burada tarix yeyilib ki, filan kəs Sultan Muradın vəziri Əzəm Məhəmməd Paşa qətl və şərq demək, oradan da kitab cırılıbdır, orası gedibdir. Amma bunun əsli tarixini bilmək üçün o tarixlərə baxmalıyıq ki, şeydir. Çox getdik bunun üstə. O tarixlərə baxmalıyıq ki, o kitabın içində yazılır. Görək ki, axir ən son tarix ha zaman yazılıbdır. Fehristi kitabı Təvarixi Ali Osman. Mən bunu deyirdim, şeir idi, şeir deyilmiş, Fehristidir. Təvarixi Siri Ənbiya İzam əvvəl budur. Ondan sonra Təvarixi Əshab-ı Güzin. Əlbəttə beləsi yazıbdır. Bunu iki yerə bölübdür. Ruznamə deyək kadrı kimi, amma beləsi Təvarixi Siri Ənbiya İzam Səlavatullah aleyhim və səlam, Təvarixi Xulafai Bəni, ondan sonra gəlir bura, yox, addır bu tərəfə. Təvarixi Əshab-ı Güzin Rizvanullah aleyhim əcməin, Təvarixi Xulafai Bəni Umeyyə, Təvarixi Bunyad Dövləti Əyyubiyyə və Dövləti Fatimiyyin və Dövləti Çərkəslər dövləti, Təvarixi Mənaqib-i Səlatini Ali Osman və Qəzəvat و Xeyrat və Həsənat İşan. Ondan sonra Təvarixi Şahan və Muluk Mütəqəddimin, Osmandan öncəki, Təvarixi Muluk Kiyaniyan, Kiyaniyan kimlərdilər? Onları və Əşkaniyan və Muluk Sasan və Muluk Yunaniyan və Rum. Tarixi Müntəxəbi Əl-Fəhmi Ətərəbbə, beləsi görürəm. İbtidai bərnam haqq şud Fətibab. Şeir burada indi burada bir şeir, İbtidai bərnam haqq şud Fətibab, xətm şud bərnam şəh və Allahu ələm bis-səvab. Kitabı beləsi bir şeirlə istir başlaya, amma nazimi cəvahir əxbar və raqimi nəvadir asar olan bəndi xaksar və bu cərideyi xərideyi və budəri və bu dürreyi fərideyi, bir də buranı oxusa, xaksar və bu cərideyi xərideyi və bu dürreyi fərideyi kütüb-i ədideyi güzideyi filsufan sələf və xələfdən cəm eyləmişlərdir həqiqətən. Hər qəziyyeyi mərziyyəsi, mərzi yəni razı salan, dərci, dürri, ibrət və hər qıssə-i pürhüssəsi burci dürarayı hikmət olmuşdur. Fəvaid-i hikayət-i qəribəsi yaqut-i əhmər kimi bəsair-i nuraniyeyi məzid və əvaid-i rivayat əcibiyəsi dürre-i əzhər gibi nəvair-i ruhaniyeyi müfid olur. Ruhaniyeye müfid olur. Kitap Farsça değil. Niye yazıp Farsça? Onu mən anlamadım. Özde bunun yazanı kimdi? Yani burada kitabxananın məclisin kitabxanası yazıbdı. Baxın bunu mən çevirim. Burada görün bunu. Kitabxane-i Məclis Şura İslam Kitab Xülasəyi Tarixi Al-Osman Farsi. İlla ki deyək bunu Farihi yazıbdı. Farihi yazıblar üstünə. Hər halda nəzərimə gəlir ki, bunlar savadsız adam, bir savadsız. Burada da Farsi yazıb. Yenə də yazıblar, yapışdırıb üstünə Farsi. Yəni bunu da məclisin özü yapışdırıb. Bu kağızı görürsünüz. Burada cırıblar. Kəsib bir dənə kişi kağızdır. Üstündə şumarəsinin zadını yazıblar. Xülasəyi Tarixi Al-Osman Farsi Ramazanzadə Məhəmməd Tofiqi. Yəni yazar da budur. Ehtimal verirəm ki, onun adını yazıblar, qoyublar bura. Biz gəldik kitabın
buradan oxuruq. Feylən ikinci səhviyə keçmişik. Bura hamısı türkdür. Mühəssəli bu kitab-ı hikmət-i nəsabidə olan hər cins bab müştəmil 100,000 فصل xitab olmuşdur ki, məsalik zəbd məmalikə süluk edən mülukə təbaşir ənvar. Təbaşir mübəşşir, müjda, muştuluq. Təbaşir ənvar ibrəti hasil bərəkat asar xibrəti mütəvasil olubdur. Xibrə təxəssüs موجب تحصیل مراتب عزت دو جهانی و باعث تکمیل مناقب سعادت جاودانی olmak mühakkakdır. تا یک ورق ز دفتر حکمت نوشته ام. Burası Fars'tı. Orada da bir dana demiş iftida bername haq şud Fəth Bab. Ehtimalən bu iki dananın deyiblər ki, elə türk deyək bu kitab Fars'tı. Tumar pend pir xird در نوشته ام. تا یک ورق ز دفتر حکمت نوشته ام. تومار پند پیر خرد در نوشته ام. غریق رحمت یزدان کسی باد که کاتب را با بالحمدی یاد کن یاد. Allah Teala rəhmət eləsin. Bu kitabı yazana hər kəsdir. Burada da bizdən iltiması dua eləyib. Biz də əlimizdən gələn bir Allahın rəhmətin istəyək. Kitabın Bismillahı yazılmayıbdır. Kitab əslində buradan başlayır. Buradan fehrislidir. Bir də fehristə görə bir şeylər yazdı. Ola fehrislidir. Kitabın əsli buradan başlayır. Bismillah'a yer qoyublar, amma yazılmayıbdır. Malikil mülki la şərikə ləh vəhdəhu la ilahə illa huvə elhamdülillahi alə taqətis səniyyə və səlatu və səlamə alə nəbiyyə xeyrül bəriyyə nəbiyyihi xeyrül bəriyyə İmam el-Anam, Humam el-Kiram, aleyhissalatu vesselam ve ala alihi ve sahabihil izam ve ala men vaffakahum fil İslam fekullu kana mensuben ileyhim salamullah mahmuden aleyhim ba'd az şükür ve ba'd. İndi buradan bu yüzden bazı kelimeleri kırmızı yazır, yani orada qutardı. Əlbəttə nöqtə kimilər də qoyur. Bunda deyim ki, burada nöqtə kimlər görür, qırmızı nöqtə kimlər qoyurlar hər şeydən ki, oxumağı rahat edir. Eyni virgül kimi məsələn. Mən də elə onun üzü ilə oxuyurdum. Amma indi buradan bu üzə yenə həm nöqtə qoyur, həm də o yerdə ki, qabaqçı söz qutardı, sonki sözə başlayacaqdı. Bir-birinə o qədər ilgiləri yoxdur. Orada bir qırmızı ilə bir şey yox. Ba'd az şükr və sipas bi hadd bi qiyas və pes az, burada yenə nöqtə qoyur və pes az درود آراده ورود درود اراده ورود با شرف الناس ارباب عقول و الالباب. Burada bir və min indihi elmül kitab. Burada Qurandan bir ayədir ehtimalən. Necə ki türklərə irab qoymayıb, yəni standart eləməyib, səs qoymayıbdır. Elə Qurandan gətirdiyi ya hədisdən gətirdiyin da o cürsü qoymayıbdır. Tuba ləhum və husnə məabin zəmirul ilham. Birlərinə xəfi və xəbi deyildir. Ki, bir dənə burada sin yazıb, qırmızı, uzun. Sin uzaldıbdır, gəlibdir, çox uzun, iki kəlmədən uzun. از علوم گذشتگان و ورقی نزد عاقل به از طلا طبقی. شعر kimidir burası, onu farsı gətiribdi. Az ulum güzəştəgan ehtimalə o sin ki vardı, şeir əvəzinə şeir nöqtəsini qoymayıbdı, elə onun uzun çəkib şeir, burada şeir olacaq. Az ulum güzəştəgan vərəqi nəzd aqil به az طلا طبقی. Tabaq ilə Təbrizdə də bu son zamanlardan təbəq deyərdilər. İndi elə tabaq deyirlər. Tabaq. Türkiyədə də tabaq deyirlər. O qabda ki, yekə qab, məcmeyi kimi ya hətta ondan yekə, onda qab gətirilir. Onun adına tabaq deyirlər Təbrizdə. Normalda bir qız görüşünə gedəndə ya qurban zamanlarında ya bir bayramda ya əzası olubdu gəlinin, gəlin deməyək, o nişanlı qızın, onu əzadan çıxartmaq üçün onu
bir tabaq düzəldərdilər o oğlan tərəfi. İçinə bir də yeməli, içməli, nə bilim, giyməli, ələ sürtməlidən, üzə sürtməlidən poturzat deyərdilər. İndi bilmirəm ki, adı nədir. Poturdan filandan alardılar, qırardılar, onun içinə götürərlər, aparardılar, ona tabaq deyərdilər. Deyil, yemağı da o yekə məcmeylərdə götürürlər, onlara da həm tabaq deyilir, həm də məcmeyi deyərdilər. Az ulum onu oxuduq. Əşrəf əxbar nafiə, əltaf əsmar camiə, bəd kitabullahil münezzəl. Əşrəf əxbar nafiə, əltaf əsmar camiə, بعد کتاب الله المنزل و خطاب نبی المرسل تجسسی مناقب انبیا و مرسلین تفرسی مراتب müluk ve salatin olub. Yəni bu 3 dənə şeydən önəmli, onlardan keçəndən sonra ki Allahın kitabıdır, sonra Həzrəti Məhəmmədin buyurduqlarıdır və sonra da ənbiyanın hallarını oxumaqdır. Deyir, bu 3 dənədən sonra ən önəmli şey ki vardır, budur ki təfərrüsi məratib müluk və salatin olub. Murur sənin və şuhud zuhur gərdişi gərdun və duhuri. Bunlarda virgül işlədib. Cəlib budur ki, bu kitabda 3 dənə virgülü bir-birinin dibində qoyub işlədibdir. 2 dənə aşağı, bir dənə üstə. Bu taza bir işdir ki, məsələn burada deyir ki, sahib ənbiya və mürsəlin virgül təfərrüsi məratib müluk və salatin olub. Yenə də orada murur sənin və orada ki dururam onu qoyubdur da, bunları demirəm. Və şuhur zuhur gərdiş gərdun və duhur ilə sudur edən ətvar əcibətül asarə ittila və asari qəribətül ətvari istima bais təhsili sərmayi hikmət səbəbi təkmili pirayi ibrət olduğundan maəda mövcub tənşit xatir, tənşit açılmaq, ürəyi açılmaq, xatir xətir müstəvcibi tətibi zəmir tətəyyüb paçlıq, tətəyyüb zəmir munir olmaq mühəqqəqdir. Mən burada yazım xülasə tarixi Ali Osman kitabının adıdır. Ali Osman kitabının adı. Türkçədə onun tərsinə ki deyiblər. Türkçə, ərəb, fars, ərəb, türk əlifbası iləndir. Tamam, bunları yazım özümə qalsın. Bir zaman fürsət eləsəm bunları yazaram. Beyt. Hər kəlami ki əhsənül qısəs است همه را زان نصیب و حسس است. حسس جمع حسدی. هر بار که آینه تجلی روزگار نظر اعتبار اولیل ابصارده صورت نمای نقش نگار حوادث ناهموار اوله آنون gibi ایام نافرجامیده siyeri pur iberi sələf və xələf. Sələf geçmişlər, xələf gələcəklər. Yəni sələf geçmiş dədənənələr, xələf gələn övladlar. Xəlfidəndir. Mənzur və məzkur olacaq tənbih və iqad didiyi durra ki vəhtədu تعاد عقل و ادراک olması her cah, mahal ve iştibah degüldür. Ama benino insan kesirun nisyan olmağın, insan bir çox şeyi yaddan çıxadar. Bu doğru bir sözdür. Kesirun nisyan olmağının mücerred istimai bedayürün ve ittilai vegayiden tecerrüdi istimai bedayiden ve ittilai vegayiden murad fevad husule mevsul olmayıp hemen fevad fevaid yani
فواد یا فؤاد حصول موصول علمی به اکثریاً ظهول tari olub. Zuhul tari olub, məchul qalırdı. Əgər zaban təvarix tari nə deməkdir onu bilmədim. Görün burada bir yazaq görək bu bizə tarih sözün deyir ya yox. Mən indi ən azı budur ki tarih. Görək tarih sözü nədir? Ariz, nagahani, ittifaqi. Hadisə tariz, pədə şəvəndə əmr fövqəladə ya qeyri-mütəqəddəm. Əmr tazə və nəcə. Tamam, bunları oxuduq. Üstə dedik, xülasəsi bizə yetər. Əksəriya zuhul tari olub, nagahani yəni. Məchul qalırdı. Əgər zaban təvarix bəstə və bunan qisas şikəstə olsa, اوصاف üməm sabiqun və əltaf muluk lahiqədən üzr istəyirəm, olsa اوصاف üməm sabiqədən və əltaf muluk lahiqədən əsər və xəbər bilinməzdi haman bilinmaz olurdu. Həqiqətən elmi təvarix dəmi İsa asa mücizə numadır ki زنده کننده نام قدما و حیات بخشنده مرام امرا و کبرادر. بیت آن نفش تراز صفحه خاک صاحبی رقم خطوط افلاک. Orada da ki sin demişdik, ehtimalə o beyti də o cürsi gəlib. Mən dedim şeir ola bilər. حالاتی کائناتی و مباحاتی بسایط و ترکباتی و مرکباتی خامی خوب خرام و کلکی balaغət həman ehtimal olacaqdır. Bala deyir, bəladır elə. Bilirsiniz, bunta beləsi çox cəlib yazıb bunu. Balaغət oxunur, amma bəlağət olacaqdır. Balaغət ərqam birlə تومار فلک در وارده تحریر و تصدیر edib حرف ایجاد و فوتی نقشی حیات و موتی و خیر و شر بنی نوعی بشری لوح محفوظه ثبت و مضبوط ادگی غالبا مناظمی احوال عالم بیواسطی تدبیر قلم صورت پذیر و قرارگیر علمی سایه خامی بلند پایی مانند فلک مینافام تا طلوع مهر و روز قیام ممدود و موجود الدغنه اشارت پر بشارت علمشتر. واقعا قوتی لسان خامی و بسطتی بساط نامی ایله بدایی احوال عالم و صنایع اعمال بنی آدم مرقوم و مرسوم المسه ظهور حضرت آدمیدن تا به صدور این دم اوصاف امم سابقدن الطاف ملوک سالفدن اثر و خبر bilmeyip مفاخر اکابر و معاصر اصاغر زوعیای خمولده متروک و مزهول qalırdı. Gene o sin dediğimiz şeyi yazıp da ihtimalen şeir ile olacaktı. Suxan bər safhi aləm nəbudi, nişan az Adəm و Adəm nəbudi. الامرو كذلك بناء على ذلك مهری فنون تواریخ و سیر و کمله علوم خبر و اثر ما حفظ فر ما کتب قره هر نمونه ما حفظ فر هر نمونه که حفظ لساس فرار iler و ما کتبه قره هر نمونه ده که yazılsa قره قرار tapar qalar دیو داستان راستان مرور زمان ile طی nisyanıda qalmasın üçün teyyi nisyanıda nisyan
unutmaq, yaddan çıxartmaq. Zəbti təvarixi sinin və əvam و حفظ و وقایع şuhur əyyam xüsusində neçə kitabı müfidə və rəsail ədidə təlif və təsnif etmişlərdir ki, hər birinin münşəat faizün nəşətləri səhifəyi روزگارده یادگار qalmışdır. Sigati nigat sagilər, yəni mordi vusuk, etimad, güvenilir. Sigati nigat nugat aman, sigati nigat revati kütüb sahahiden elseni fessahile نقل ettikleri hikayet hikmet amiz ve rivayet ibretengiz ya'lemullahel mulkul muayyen misdaq مسلوق an inne haza huvel hakkul yegin olmaktur lacerem erbab tevarikun بحر زمیری جهر انگیز شهدی حدیثی شکرآمیز olup ظروفی اصداف حروف ده و دروجی معانی معلوف ده درج ettikleri cevahiri zevahiri kelam ve kelamati luali intizamları durri meknun gibi منظوم و موزون المغنن به صحیح وار به صحیح وار فی اللیل و نهار دستاویز سلاطین عالی تبار المغه سزاوار olmuştur. چون کلک سخن به دست گیرد بازار گهر شکست گیرد خصوصا جزیده خسروان جهان و زبده ملوک اقالیم دوران Hazreti Sultan Süleyman Xan. Burada indi niye bunu deyir? İhtimalen kitap Hazreti Sultan Süleyman Xan zamanı olsa o tarih ki əvvəl 900 neçə idi o düz olacaqdı. Xüsusən güzide xusrovan cahan ورزیده ملوک اقالیم دوران حضرت سلطان سلیمان خان لا زال خلیفت فی کل زمان الى انقراض دوران همیشه تحصیل فضائل روحانیه مایل المغن من لحظ و اختبر من لحظ و اختبر اتگذ و اعتبر مقداز از اینجا burada من لحظه و اختبره هر چیزی göre yani ve haber vere ittegeze bu ittegeze ne demekti ve اعتبره ittegeze yani elə bir şey mesela hüşdar vermek etibarədə etibar eləmək amma bir bunu ittegezeni burada yazaq çox şey ittegeze görək ki, belə də yazılıb, düz yazdıq ya yox. Bəli. Ənfəzə də ola bilər, əlbəttə. İtqəzə mən oxudum. Haradaydı? Buradaydı. Bəs bu itqəzə də olmayacaqdı. Ənfəzə nə olar? Bəs görək burada ənfəzə. Görək burada ənfəzə nüfuz eləməkdən gələcəkdir. Gene de deyir bu da raiz değil. Enfeze با تشدید بر زاد اوکی انفذ فعل انفذه از باب انفعال از ریشه فزه است و معانی زیر را دارد پراکنده شده متفرق شد گسست از هم فلان و بهمان مثال tamam من لحظ و اختبر انفذ و اعتبر tamam o elə gene haman dediğimizdir ki o anlama gəlibdir وقایع سلاف تجاربی خلف در دیو قایما تتبع تواریخ سلاطین سابقه و تفحص وقایع ملوک لاحقدن علی التوالی خالی دگلدر فیها موعظة لمن تذکر و تذکرة لمن تدبر deyir onda bir dana sözdür da deyir ki o tarixdə fiha mu'uzetun limen tezekkere hər kəs ki onu yada sala onda bir müizə vardı, bir vəz var, bir
bir şey öyrətməli var. Və təzəkkərə limən tədəbbərə və hər kəsi də ki tədəbbür eləyə, tədbir elə o yada salar ki, nə tədbir görmədi. Lakin kütəb-i tarixidə olan cəraid fəvaidün əksəri kəbirətül cüssə, kəsirətül qıssə olub. Kitablar çox yekədir, çoxlu da içində qıssəsi vardır. Mənisi olacaq deyə bu nədir? Mufsini, italət və məlali müqtəzi kəsalət və kəlali olmağın bu fəqir furumayə, bu həqir zəif dövrə, yəni bəndi dirini Muhammed kəminə adın deyir sabiqən nigarendi tuğrayı qərrayı mənaşir sultani. Bu adam özünü tanıtdı. Adı Məhəmməddir. Yazar Məhəmməd. Kəminə sabiqən nigarendi tuğrayı qərrayı mənaşir sultani və arayendi توقیع و وقیع təvamir xaqani ikən öncədən bir bu toğrazat yazmışmış. Xaqani ikən təvarixi bədai və qayidən istifsar və istixbar olunduqda heyni xitabıda hazır cavab olmaq üçün uslubi mərğub ərbab isabət rəqəm bu cəridə cədidə bu fəridə müfidə برای تیسیر حفظ و تقریر مرقوم رقم کلک تحریر واقع olmuş idi ta ki ne mütevvel mümil ne mücmel muhil olup ashabi bu ashab he iki gözlü heynədir. Ashab və itnabiden ashab nə deməkdir? Cəmdə əlbəttə orasını bilirəm, amma mənasını bilmədim. Ashab nə deməkdir? Farsıdır, işləni, dirazgoyi. Ashabi haradaydı qaldıq? Ashab və itnabidən, itnab uzanmaqdır, tənab da ondan düzəlir, o sözdən düzəlir. Ehtiraz və itnab olundu idi. Zira ki سخن ایجاز مقوله ایجازدندür. سخن ایجاز مقوله ایجازدندür. حالیا ümiди افگر عبید olar ki müstəhsən təbai və məqbul əsma-i icma olan və haqqil məlikil ə'la. Tamam, indi özünü də biraz əlbəttə mərif elədi. Məhəmməd Kəminə yazdı adını özü. Kəminə. Əlbəttə ehtimal verirəm bu Kəminə özün şey eləyim, amma qırmızı yazdığı üçün bunu götürdüm şey elədim, amma inanmıram. Bu əvvəldə bir adını yazmışdılar. Bura 10-cu səhifədir. Biz gedək bir əvvəldə yenə onu bir baxaq. Bu adı görək yazmışdı ki, Rəməzanzadə Məhəmməd Tofiqi. Burada o cür yazıblar. Gedək 10-cu səhifəyə yenə. Görək bu birisi. Ha نا الان اذکر المقصود بالنبی محمد المحمود مورخان حمیده آثار مؤلفان پسندیده شعار اولان ارباب روایتن بعضی اصحاب درایت جوهر منشور حکایتی رشته الفاظ و عبارته دیزب همان düzmaq دیزب lisan روشن بیانی ile kelam پر intizamə bu vəch ilə nizam vermişlərdir ki, beyt. Çün rəqəm surət aləm zədənd, sikke be nami namaver Adəm zədənd. İndi buradan bizə getir. Bura əsli biz 10 səhifə deməyək, amma biraz oxuduq bundan. Buradan getir. Təvarix məşahir ənbiya izam əleyhissalatu vəssalam. Gedək biz hər 50 səhifədən bir dana oxuyaq. PDF-in 50 səhifəsi, yəni kitabın 100 səhifəsi deyə. Buradan biraz oxuyaq. Nasir Yusuf, bu nə mənə idi buradan?
tarixlər burada başlayıbdı, tarixləri yazıbdı. İndi hardan başlayıbdı? Kaş onu əvvəlin tapa bilək. Dövlət-i Əyyubiyyə. Əyyubiyyə dövlətinin əvvəlindən başlayır. Mən bunun Səlahiddin, buna biz serial da düzəldiblər, dizi düzəldiblər Osmanlıda. Əhd əvvəl bunlardan 9 nəfər kimsənə padişah oldu. Bir də övrət oldu. Biri də ehtimalən olacaqdı, amma bir də övrət oldu. Bir şahın nənəsi orada şah oldu. Dövlət-i Əyyubiyyə mülk-i Səlahiddin Yusuf ibn Əyyub Şadidəndir. Əyyub Şadidəndir. Şadid ehtimalən bunun adının davamıdır. Əyyub və Əsədiddin Şirkuh iki qərəndaş idi. Hələb bəgi Ətabək Zəngi yanında neçə zaman olub, sonra Əyyub Bəəlbək bəyligini Əyyubə Bəəlbək bəyligini verdi. Əyyub 568-də fot olub. Səlahiddin Şam və Hələb ətrafında Nureddin Şəhid Məhmud ibn Ətabək Zəngi tərəfindən bəg olub. Neçə fətihlər edib çoxluq vilayətləri aldı. Ondan sonra Misrə varıb Aziddinullah zamanında indi bu Azledinullah zamanında vəzir olub. Azid fot olub. Fatimiyin bunda münqəriz olmaq ilə xutbə-i Əbbasiyin naminə oxudu. Xutbə-i Əbbasiyin naminə oxudu. Pəs Bəğdada xəlifə olan Mustəzi Benurullah eşitdikcə Səlahiddin Yusufə xələtlər göndərib Şam-ı Misrə hakim qıldı. Sənəyə neçədə? 569-da. Hala bunu ehtimal verirəm ki, Sultan Süleymanı burada yazaq. Sultan Süleyman Qanuni. Mən o cür düşündüm, o qırmızı yazıdan. Onu gedib tapa bilmərik. Vəfatəş در دمشق 589-da da vəfat edibdi. Müddət-i səltənət 20 sənə, müddət-i ömr 57. Misrdə olan qəl'ə bunlar yapdı. Qəl'əyi bunlar yapdı. Həmzə ilə yazıbdı qəl'əyi yapdı. Hangi ildə? 569-da. Futuhati bi həddidir və xeyrati layəiddir. Əhdi, burada bir 2 yazıbdı. Əhdi 2 Əl-Məlikül Əziz İmadeddin ibn Sultan Səlahiddin ikinci şah yəni. Əhdi 2 yəni birinci şah oydu, onun dövrəsi, ikinci şahın dövrəsi başlayır. Buradan deyir ki, Əl-Məlikül Əziz İmadeddin ibn Sultan Səlahiddin Yusuf ibn Əyyub cülüsəş fi təxti Misr vəfatı pedərəş 589 ki üstü oxumuşduq. Müddət-i səltənəti sənəyə 5-10 ay. 5 il 10 ay vəfat 590-da. 95-də. 595-də Allahın rəhməti necə? Ömrü 38 Misrdə Qərafidə İmam Şafii qübbəsində mədfundur. 3-cü Şah Muhammed el-Mənsur ibn Məlik el-Əziz el-Osman ibn Səlahiddin Yusuf Cülüsəş ötürək. Buradan bu yüzəni qalsın, gedək 100-ci səhifəyə bir baxaq. Görək ki, bu 100-ci səhifədə nə var? 101-ci PDF göstərir, 101-ci ortada bir şey yazıb. Yazıb ki, təəssül uləma-i izam در زمان Sultan Məhəmməd xan rəhmətullah. Məsələn, Şəmsiddin Gürani padişah şəhzadə ikən xacəsi idi.
Sonra vəzarət qəbul etməyib qazi, əskər və müfti dəxi oldu. Təfsir-i şərif yazmışdır. Bunun bir dana Şəmsiddin Curani'nin bu dizilərdə də adı gəlir. Özündə göstərirlər belə bir şəxsiyyəti, çox ağıllı bir şəxsiyyətdir. Fikir edirəm ki, Sultan Məhəmmədin zamanında göstərir, amma o olacaqdı ya olmayacaqdı bilmirəm. Dəxi oldu təfsir-i şərif yazmışdır və Buxariyə dəxi şərhi yazmışdır. Buxariyə bir kitabdır, nəmənəyi Buxari deyə, ona deyir bir şərh yazıbdır. Qatilə məqbul kitabıdır. Qayətlə məqbul bir kitab. Bunun yazdığı o Buxariyə deyir, çox məqbul bir kitabdır. Kəndisi dəxi alim və fazil kimsənədir. Məsəla, bəhəddüddin alim və fazil kimsənə olmağın məsəla Curanidən sonra qazi əskər oldu. Məsəla, Xızr ibn Bursidə Sultan mədrəsəsində müdərris ikən Xacəzadə və Mulla Xiyali müidləri idi. Və Mulla Xiyali müidləri idi. Qüstəntəniyyə fəth olduqda ibtida əbunlər qazi oldular. İbtida bunlar qazi oldular. Yəni bunlar savaşçı. Vəfatı Xızrın 867-də olubdu. 63-də, üzrəm 863. Məsəla Əli Tusi Əcəmdən Rumə gəldikdə Bursədə Sultan mədrəsəsi 50 akçə ulufə ilə verildi. İstanbul fəth olunub Səmaniyə ya bulduqda Səmaniyə yapıldıqda. Səmaniyə bir dənə mədrəsə adıdır, 8-ci deyə məsələn. Yomi 100 akçə, gününə 100 akçə ilə mədrəsəsi verildi. Calibdir, gününə 100 akçə alırmış, gedirmiş orada dərs desin. Çox böyük puldur o zamanın pulu ilə. Yomi 100 akçə ilə mədrəsəsi verildi və müdərris güyü deməklə məşhur qəriyə arpalıq verildi. Məşhur qəriyə arpalıq, arpa əhmaq yeri verildi. Məsəla xuru aləm və fazil və kamil kimsənə idi. Bu da bir ayrı adamdır. Tamam, bunları da biraz buradan oxuduq. Gedək 150-ci səhifəyə bir baş vuraq. Görək ki, burada nə var? 150. Bir şey gördüm, burada naqis. Dedim, elə bu naqisdən oxuyaq, amma Həzrət Padişah Aləmfəlah İstanbul'a gəlib zat-ı xudəstə sifatləri şərəfi bəxti. Buracan bəlli olur ki, bu kitabı yazan Sultan Süleyman dövrü deyil. Çünki Sultan